Amerika Birləşmiş Ştatlarının şərq hissəsi isə qarlı və şaxtalı hava şəraiti ilə mübarizə aparır. Ötən gün New York ştatında donvurma və infarktdan azı 12 nəfər ölüb. Ölüm halları əsasən Buffalo şəhərində olub. 3 gündür ki, şəhərə yağan qar fasiləsiz olaraq davam edib. Şəhərdə qarın səviyyəsi 2 metrə çatıb. New York ştatının meri Andrew Cuomo qarlı havaların hələ bir neçə gün davam edəcəyinə dair xəbərdarlıq edib. Şəhərə xilas edici dəstələr cəlb olunub, əlavə qrup isə yoldadır. Yolların təmizlənməsi istiqamətində kifayət işlər görmüşük. Minlərlə insan şəhərə kömək üçün tələsir. Xilas edicilər gün ərzində qarın əsarətində qalan insanları xilas etmək üçün fasiləsiz fəaliyyət göstəriblər. Rəsmilər azı 300-ə yaxın avtomobilin yollarda qaldığını məruz ediblər. Milli Hava Xidməti havaların həftə sonu isinəcəyini, temperaturun 15 dərəcəyə qədər yüksələcəyini proqnozlaşdırıb. Meteoroloqların məlumatına görə Buffalo şəhərinə son 3 gündə yağan qar 1 illik norma həcmində olub.